İlahi, sənə təsbih deyən dilləri necə yandıracaqsan? Sənə səcdə eləyən üzləri necə odun içine atacaqsan? İnanmıram. İlahi, səni bizə belə tanıtdırmayıblar axı. Sən sənə səcdə eləyənlərə əzab verməzsən. Ay ariflərin son ümidi, son arzusu. Ay pənahı olmayanların pənahı. Ay ariflərin qəlbinin sevimlisi, gəlmişəm. Bütün qapılara getdim, hamının vəfasızlığını gördüm. Qapılar üzümə bağlanıb, indi sənin qapıva gəlmişəm. Ya Allah, tut elimden, elim boşdur. Dünyada tenhayam, yüreğim bir sene hoşdur. Rahm eyle, affeyle, bilirem gərqi üsyanam, şərmindən ciryanam, əməlimdən peşmanam. Ey pənahım, qibləgahım, səcdəgahım, çox günahım, səndən özgə yox gümanım. Yoxumdur ayrı bir dərdim, yenə biçarəyəm yarəm. Məni əfv eylə ya Allah, elə avarəyəm yarəm. Birdən desə ki, niyə gecikmisən, indi gəlmisən? Onda cavab ver ki, mən itirmişdim, yolumu azmışdım. Ona görə gec gəlmişəm. Birdən səndən soruşsa, nə gətirmisən? Dinən sınıq qəlbimdən başqa heç nəyim yoxdur. Sınıq ürəyimdən, qəmli qəlbimdən başqa heç nəyim yoxdur. Mən kiməm sənin qapıva gətirəm? Mən əli boş gəlmişəm, çünki Kərim şəxsin qapısına gəlmişəm. Ah etdin dedim sən tək, Xudayı mehribanım var. Əməlsiz bir müsəlmanam, kimə yarəb gümanım var. Qiyamətdə bizə rəhmət, əziz Allah, əzim Allah, Qəfur Allah, Vədur Allah, Rauf Allah, Rəhim Allah. Ey pənahım, qibləgahım, səcdəgahım, çox günahım, səndən özgə yox gümanım. Yoxumdur ayrı bir dərdim, yenə biçarəyəm yarəm. Məni əfv eylə ya Allah, elə avarəyəm yarəm. Gəda şahın qapısına gələndə nə layiqli şey gətirə bilər? Odur ki, mən əli boş gəlmişəm. Mənim heç nəyim yoxdur, deyən mənim namazım var, deyən mənim orucum var. Mən heç bir əməl sahibi deyirəm. İlahi, hara qovsun yenə də o biri qapıdan gələcəm. Çünki mən başqa bir qapı tanımıram. Buradan da qovulsam da yer tanımıram ora gedən. Birdən desələr, bu cürəti hardan tapmısan, belə danışırsan, dinən ki, sənin rəhmətinə arxalanıram. Özün bizi belə öyrətmisən. Özün demisən ki, günahkarlar mənim rəhmətimdən ümidsiz olmasın. Güldən xoş bu tər, bizim məst eylə irfandan erişsin aşıqlər. Neçə peymanə Qur'andan, Qur'anı göndərdin,
bizi çeksin hatalardan. Hifz eyle Kur'an'ı özelinle belalardan. Yoxumdur ayrı bir derdim, yine biçareyem ya Rab. Beni affeyle ya Allah, elə avareyem ya Rab. Musa aleyhisselam dua eləyir. Deyir ya Rabbel alemin. Ey alimlərin Rəbbi. Allah'tan cavab gəlir ləbbeyk, eşidirəm. İkinci dəfə deyir ya Rabbel abidin. Ey abidlərin Rəbbi. Allah'tan cavab gəlir ləbbeyk, eşidirəm. Üçüncü dəfə deyir ya Rabbel muznibin. Ay günahkarların Allahı. Üç dəfə səs gəlir ləbbeyk, ləbbeyk, ləbbeyk. Üç dəfə Allah deyir eşidirəm, eşidirəm, eşidirəm. Musa aleyhisselam soruşur, mən deyəndə alimlərin Rəbbi bir dəfə cavab verdin. Deyəndə abidlərin Rəbbi bir dəfə cavab verdin. Amma günahkarların Rəbbi dedin 3 dəfə. Allah buyurur ki, alimin elmi var, abidin ibadəti var. Amma mənim günahkar bəndələrimin heç nəyi yoxdur, heç kəsi yoxdur məndən başqa.